Hə, yaxşı, başladıq. Qasım bəy Zakir. İlinə baxaq. Mənlə eyni ildədir, amma 2 əsr əvvəl. 1784. Mən doğmuşam 1984. 2 əsr. Hə, 1784-cü ildə Şuşada. Şuşalıdır. Tarixə gedənlər bilər, Cavanşirlər sülaləsi. Bilərsiniz, Pənahəli xan, bu ulu babası Pənahəli xanla qardaş olublar. Onun soyundan, kökündən. Cavanşirlər, bəli, Cavanşir soyundandır. Yəni Cavanşirlər nəslindəndir. Sakit. Gəlin biraz Qasım bəy Zakir haqqında sizə məlumat vereyim. Biz bunu keçən dəfə demişdik. Qasım bəy Zakir testdə belə bir sual düşmüşdük. Satiranın əsasının qoyulmağı. Satiranın əsasını kim qoymuşdu? Baba bəy Şakir, Mirzə Baxış Nadir. Mirzə Baxış Nadir. İndi bunu nəzərə alaq. Və biz müəyyən elədik ki, 50-ci ilə qədər 19-cu əsrin birinci yarısı. Bu da düz gəlir. Demək, Qasım bəy Zakir əsrlə götürsək, 19-cu əsrin sonu, 18-ci əsrin sonu, testdə bu şəkildə də salar, 19-cu əsrin əvvəli, yəni 50-cilərə qədər, düzmü? Satiranın əsası ilə bu vaxtı qoyulub, 19-cu əsrin əvvəli, birinci yarısı. Qasım bəy Zakir, adı da üstündə bəy, həqiqətində bəy ailəsində anadan olub, nəsli, kökü, ansa bəy, daha deyirəm, Pənahəli xana gedir, çıxır ulu babası, onunla qardaş olub. Qasım bəy Zakir həm də çox nüfuzlu adam olub. Bax, təsəvvür edin, o vaxtı general qubernatorla da məktublaşırdı, dost idilər, Gürcü Knyazınla da məktublaşırdı. Mehdiqulu xan da ona çox yüksək dəyər verirdi. Mehdiqulu xan kimin atası idi? Hansı şairimizin atası? Xoşuşbanın atıvan, bəli. Atasının ona o qədər böyük hörməti var idi ki, sevgisi var idi. Hətta Qasım bəy Zakirə bir kənd bağışladı. Xındırıstan kəndi. Bizim başqa hansı şairimizə kənd bağışladı? Hansı kənd bağışladı? Həm dünya. Ortaq cəhətini götürə bilərikmi? Kənd bağışlanıb götürə bilərik. Ömrünün sonuna kimi də baxaq, o kənddən gələn gəlirlə onunla dolanıb Qasım bəy Zakir. Zakir, mənlə bərabər kimsə danışmayıb. Birinin 3 uşaq atası olub, oğlanların birinin adı Əli olub, birinin adı Nəcəfqulu olub, qızı da Nənəş xanım olub. Nənəş xanım, qızın adı Nənəş xanım. 2 oğlu bir qız olub. Zakirdən məlumat verib, keçək yaralcıma, keçək şehir donsuz vaxtımız çatır. Zakir, uşaqlar, siz, belə deyim, daha tarixin ən çiğ hadisələrinin o canlı şahidi olub. Deyil mi hansı hadisələri? Molla Pənah Vaqif oğlunla bir yerdə cıdır düzündə edəm olun deyil. Onun da şahidi. O onun gənclik, yeniyetməli ilk gənclik illərini təsadüf elədi. Canım sizə desin, o Qacarın suiqəslə öldürülməsi idi. İbrahim xanın güllələnməsi idi. Onlar hamısının şahidi olmuş adamdır bu. Sonra bu Çar Rusiyası ki, Azərbaycanı öz ağışına aldı. Qasım bəy Zakir vəzifə adamıydı. O Çar ordusu tərkibində o İranlılarla döyüşdü. O vaxtda İranla Rusiya müharibə ara kəsmədən davam edirdi. Axırda hansı sülhlə bitdi bu müharibə? Türkmənçay ən son onunla bitdi da. Birinci Gülüstan olduğu bir də bir-birlərindən yedilər, savaşdılar. Türkmənçay ilə bitdi hər şey. O Türkmənçay müqaviləsindən sonra elə bax o döyüşlərdə o da iştirak edib Qasım bəy Zakir, həmin İranla döyüşdə. Buna gümüş medal veriblər. Bunlar mən niyə deyirəm? Yəni, Çar Rusiyasına görə, dövlətə görə bir insan bu qədər əmək verib də, bu qədər zəhmət verib, gedib ordunun sıralarında döyüşüb. Axırda buydu mu verdiğin qiymət? Yəni, gümüş medal verdilər verməyinə, amma həyatın sonunda onun əsl dəyərini almadı, əsl dəyərini vermədilər. Nə olur? Sonra 29-cu ildə oğlu öldü, oğlunu itirdi əlini. O da onun həyatında böyük hüzün, kədərə səbəb oldu. Sonra Qasım bəy Zakiri həbs elədilər. Sizcə nəyin üstündə həbs elədilər? Sürgün elədilər. Nəyin üstündə? Səbəb nə idi? Mən sizə deyim. Əsl səbəb oydu. Əsl səbəb oydu. Satiralarında bir adam ki, satiranın əsasını qoydu. Satiralarında neynədir? Çar məmurları, amma testdə səhvən Sovet məmurları yazmışdılar, o səhv idi. Çar məmurları.
Sonra ruhanilər, o yüksək təbəqə ki var. Bunları yalancıları, fırıldaqçıları da satiralarında yıxıb sürüyürdü. Bundan da artıq özünə qarşı kin formalaşdırdı. Məlum məsələdir da, bu kimi təhqir eləyirsə, cəmiyyətin də üzdə olanları onlar da artıq onların kinini qazandı, o nifrətini qazandı. Və bunlar bir şəkildə bunun səsini kəsməyə çalışırdılar ki, bu bir əldən yazır, bunları tənqid edir, yazır, tənqid edir. Bunun da səsini nə ilə kəsdilər, nəyə bəhanə elədilər? Qardaşoğlu Behbudur. Bunun qardaşoğlu Behbud, Qasım bəy Zakirin qaçaq idi. Dövlətə qarşı, Çar Rusiyasına qarşı vuruşurdu və qaçaqlıq edirdi. Bunu onda günahlandırıb, ittiham elədilər ki, sən Behbudu evində saxlayırsan. Behbudu qaçağı dövlət qaçağıdır da, belə deyil. Onu evində gizlədirsən, ona qahmar çıxırsan. Bunu bəhanə elədilər, amma sübut eləyə bilmirlər. O Behbudun qardaşı Rüstəmi də yazıq işdən gəlirdi, elə yoldaca həbs elədilər. Nəyi bəhanə elədilər? Güya bu şeylə məşğuldur. Bir Rus əskərini güya soyub, talayıb, Orqovadın əskəri. Bəhanə ilə yazıq Rüstəmi həbsə salıb güllələdilər. Amma güllələdilər güllələməyinə. Behbuddan da bərk qorxurlar. Bilirlər ki, Behbud mən Cavanşir, nəslin adını daşıyırsa Cavanşir. Bilir ki, bunlardan bunun hayfını çıxacaq. Ona görə neynədir? İndi bəhanə axtarırlar. Bütün Behbudun ailəsini, nəslini, kökünü, sülaləsini bir-bir hər bəhanə ilə həbsxanaya salırlar. Eləcə də Qasım bəy Zakiri. Qardaşı oğlunun üstündə ailəsinlə bir yerdə həbs elədilər. Yazıq Nəcəf qolunu da sürgün elədilər. Qasım bəy Zakirin özünü Bakıya sürgün elədilər. O, yaxşı dedim, yaxşı dostları var idi. Onlarla məktublaşdı. Onun düşmənləri bir Mirzə Əbul Qasım idi, səhvlənmirəmsə, Şuşada qazi idi, bir də Tarxan var idi. O, ən çox bunun əleyhinə işləyən onlar idi. Mirzə Fətəli Axundzadə çıxartdı, bax onu həbsxanadan, möhkəm dost idilər. Axundzadənin sayəsində sürgündən azad oldu, qayıtdı Şuşaya. Qayıtmağını, Allah kəsin o qayıtmağı, evində yaşamağa da imkan vermədilər. Ömrü boyu, ömrünün axırına qədər bu adam təqiblərə məruz qaldı, izlənildi. Elə təsəvvür edin, hər dəfə sizi başınız üstündə kimsə izləyir, gedirsən, axırıncı biri gəlir, sən daim təqibdəsən. Belə həyat yaşayış olar. Yəni, layiq olduğu dəyər bu insana verilmədi. O sürgün olunacaq insan idi. Xeyr, sadəcə bax bu satiralarının üstündə başı belə deyil də, hər cür bəla çəkdi. İndi gəlin bu həyatı idi, elə Şuşada da vəfat elədi, ömrü sonuna qədər o Xındırıstan kəndində elə o orada gələn gəlirlə dolandı, əkinlə, biçinlə, özü bir şey deyilmirsə, çox yaraşıqlı olub ha. Qasım bəy Zakir çox yaraşıqlı olub. Demişdim sizə keçəni, necə biri idi? O ağatlı prens var, qızların xəyalı. Özü ağatı olub ha, həqiqətən. Həqiqətən ağatlı prens olub. Ağatı olub, hündür boy, mavi göz, masmavi göz, dümmav, ağ bənizli, çox yaraşıqlı adam olub. Belə bir insan da, sizə bir şey deyim, o Rüstəm ki var, güllələndi deyirəm, qardaşı olur. Onun cəsədini həbsxanadan xəlvətcə oğradılar. Oğradılar, dəfn elədi. Sizcə kimi oğradı onu? Xeyr, qızı Nənə xanım. Gör, nə kişi qeyrətli qızdır. Nənəş xanım, bəli. Nənəş xanım o təşkil eləmişdir. Nənəş xanım o meyidi həbsxanadan oğratdırdı, apardı öz əmsi oğlu dəfn elədi, qayda qanunla. Biri var məhbus kimi aparıb, heç bilinməyəcəkdi qəbri hardadır. Aparıb haradasa quyulayacaqdılar, ona dəfn eləmək deyildi, quyulamaq deyildi. Amma bu onu müsəlman adətindən dəfn etdi. Çünki bəy ailəsi də yaraşdırma yapılmış. Aydın oldu. İndi gəldik yaradıcılığa. Yaradıcılığında bu adam lirik bir də epik növdə yazır. Nəsr əsəri yoxdur. Nəsr əsəri yoxdur. Bütün əsərləri şeir formasında nəzmlə yazır. Epik niyə dedik? Epik ona görə dedik ki, təmsil yazır, mənzum hekayə yazır. Bilirsiniz, təmsil hekayə epik növə aiddir, düzdür? Amma nəzmlə yazır da, yazmalı. İndi baxaq görək hansı təmsili var, hansı mənzum hekayələr var, hansı mövzusu nədir, tezdə bu şəkildə. Məsələn, deyək, Qasım bəy Zakiri, məsələn deyirəm, məhəbbət mövzusunda olan mənzum hekayələri hansıdır? İndi bunu belə yada saxlayın. Aşıqın təyam bişirməsi, aşıq adı çəkdim. Bununla açar söz kimi yada saxlayın. Bir də, demək, Məlikzadə və Şahsənəm. Oğlan qız belə yada saxlayın, bir oğlan, bir qız, iki aşıq. Məlikzadə və Şahsənəm. Bu oldu məhəbbət mövzusunda.
Quş və heyvan adını yadda saxlayın. Tərlanlar və elçilər. Hə? Dəvəsi itən kəs. Bu oldu tərbiyə və əxlaqın özü. Sonra gəldi, bu adı çəkilərin təmsil deyil, mənzum hekayələrdir, qarışdırın. Sonra gəldi nə? Satirik, harada dərviş sözü görsəz, bilin ki, satir adı tənqiddir. Həyasız dərvişlər, dərviş və qız. Dərvişi görsəz, açar söz kimi tənqidi, bəli, satirik tənqidi. Heyvan və quş adı görsəz, dəvəsi ölən kəs, bir də tərlanlar geçər, bu tərbiyədir. Oğlan qız, nə dedik? Məhəbbət mövzusu. Aşıqın təam bişirməsi, bir də Məlikzadə və Şəsər. İndi gəlin nə? Bir də ədəbiyyata gətirdiyin yenilik nə idi? Demişdik, təkrar edək. Satiranın əsası bu. Satiranın əsası bu. Bəs deyilsə ki, Qasım bəy Zakir hansı vəzində yazır? Heca yoxsa əruz? İkisində də yazır. İkisində də yazır. Əruz vəzində nə yazır? Qəzəl, müxəmməs, müstəzəl. Ahaysa o, 5-6. Bəs hecada qoşmay, gəraylı, təcviz, bayatı. Bayatını kimdən ortaq xüsusiyyət kimi götürə bilərik? Bayatı yazır. Şasmaya Xatayi ilə, bir də Sarı Aşıqla. Sarı Aşıqla özünü Nəsimiyə bənzədirdi. Sarı Aşıq, Xətai, Zakir. Üçü üçün ortaq cəhət heca vəzində yazıblar, bayatı yazıblar. Bayatı yazıblar. Bunu götürə bilərik. Olmana qoşma da götürə bilərik, ortaq cəhət, qoşma da yazıblar. Keçdik nəyə? Keçdik təmsillərinə. Qurt və tülkü və tülkü və qurt. Bir də bu adı çəkəcəm Aslan, Qurt və Çaqqal. Orada el arasında məsəl qalır. Deyir, bunu kimdən öyrəndin? Deyir, gözü çıxmış quş qardaşımdan. Kimdən öyrəndin? Bu məsəl buradan danışır. Hətta burada arxaik söz də var. Sizə göstərmişdim onu nümunə. Bilirsiniz hansı təmsildir? Yadınıza salın. O aslan olur, qurd olur, çaqqal olur. Üçü birləşirlər, qida axtarırlar. Deyirlər, gedək, güya dost olurlar. Hə? Yox. Gedirlər, tülkü toyuq gətirir. Qurt şey gətirir, qoyun gətirir. Aslan da öküz səhvləmirəmsə, öküzmü, inəkmi daha böyük heyvan gətirir. Aslan buna deyir ki, indi başlayıb bölün. Yox, o başqadır. O şir və tülkü nağılıdır. Aslan təklif edir, birinci şeyə deyir, qurda deyir ki, böl. Qurt da deyir ki, şey olsun da, toyuq çaqqalın olsun. Kim nəyə gətirib da, hər hanı ölçüsünə görə. Qoyun mənim olsun, sən də öküzün. Aslan əsəbləşir. Orada deyir ki, bir tapança saldı qurdun başına. Tapança bizim arxaik sözdür. Şillə deməkdir, qapaz deməkdir. Bax, 19-cu əsrdə şillə vəzi tapança deyirlər. Deyir, qurdun başına bir tapanca saldı, qurdun 2 gözü çıxdı. Bundan sonra indi çaqqala sual verir. Deyir, indi sən böl. Deyir ki, aslan sağ olsun. Toyuq sənin səhər yeməyin olsun. Qoyun sənin günorta yeməyin olsun. Öküz də axşam yeməyin olsun. Deyir, afərin, bu bölgünü hardan öyrəndin? Deyir, gözü çıxmış qurt qardaşımdan. Bildiniz o məsələ nizahı var. Bu təmsildən məsəl qalır. Yəni da bilir ki, bu səhv bölgü desə, özünə nəsə götürsə, o tapanca biri də bunun başına gələcək. İbrət dərsini götürdü. İndi sizcə bu təmsildə hansı xüsusiyyət tənqid olunur? Təmsil bilirsiniz, tənqidi bir şeydir. Səncə, yataqların mamaq kimi ehtimalı var idi mi? Aslan onlara nə tətbiq elədi? Aslan acgözlü. Məncə otoriter rejimlər. Kimin haqqını yeyir? Ay sabah zorakılıq var burada. Düzdür, zorakılıq var. Qurda qarşı zülm elədi. Düzgün bir bölgələrdə ədalətsizlik var. Bəli, haqqını yemək. Səncə Aslan yuxarı təbəqənin nümayəndələrini xatırlatdı mı? Çarı səsi məmurları xatırlatdı mı? Ruhaniləri, axundları, milləti soyub yeyən, haqsızlıq edən, haqqına görə bunun üstündə bilirdilər ki, o deyir, azımsa deyirəm, gəldim sən eşit. Çox gözəl olan oxuyanlar bilirdilər ki, burada hər kəs öz payını götürürdü. O xatırdı Qasım bəy Zakir. Hər öz oxunu tanıyıb götürürdü. Bilirdilər ki, söz kimə gedir. İndi buna baxın, təmsillərin baxın özünə. Təmsillərində yəni nə tənqid edilir, nədən danışır? Baxın, altını xəttə. Şairin təmsillərində ictimai eyib, bayaq saydıqlarımız eyib deyilmi? Bax, zülm, zorakılıq, mənim danışdığım təmsildə zülm, zorakılığı kim elədi, hansı obraz elədi? Aslan, yuxarı təbəqənin nümayəndəsini təmsil edir.
Hiylə, satqınlıq, mənəm-mənəmlik, aslında mənəm-mənəmlik də var idi da. Mən, ancaq bu olmalı. Onları düşündü mü? Düşünməli. Bu da onu təmsilinin, bax, nümunə olaraq göstərdim ki, yadınızda qalsın. İndi gəlin görək, Qasım bəy Zakir əsərlərində hansı təkrirlərdən istifadə edir. Bunu belə yadda saxlayın. Bax, xumar, baxa, sallana. Qız xumar, baxıb, sallana getdi. Belə yadda saxlayın. Yaxşı, xumar, baxa, sallana. Bu, onda ən çox istifadə elədiyi təkrirlərdir. Bundan başqa məlum məsələdir. Eptil, təşbih, mübaliğə. Bunlardan istifadə edir bol. İndi gəldik nəyə? İndi gəldik Badi Sabah mənim dərdimə. Badi Sabah adında onun 2 şeiri var. Biri var, şeir belədir, onunla bunu qarışdırır. Badi Sabah söylə mənim yarıma. Gözəllər çıxıbdır, seyranə gəlsin. Təğafül etməsin, işrət çağıdır. İçilir hər yerdə, peymanə gəlsin. Səhər kilərdən də xahiş edeyim. Get sevgilimi çağır, bax gözəllər seyranə çıxıb, gəzməyə çıxıb, işrət çağıdır. Hamının çalıb oynayan vaxtı da gəlsin də, o da gəlsin. Gəlsin, mən ona tamaşa edeyim. O başqa şeiridir, amma bu başqa şeiridir. Ortaq cəhət nədir? Xitab var, Badi Sabah. Badi Sabah nədir? Səhər yeri, səhər küləyi. Bu ortaq cəhətin, yəni ikisində də bu var, anlamıyım, yaxşı mı? Gəlin, baxaq görək, burada mövzu nədir, forma xüsusiyyətləri nədir, məzmun nədir? Mövzu nədir? Təbii ki, məhəbbət, eşq. İdeya nədir? Dərin məhəbbətlə sevən, indi sizə bir diqqət ömrə baxın. Dərin məhəbbətlə sevən aşiqin səbirli olub, qovuşacağına inan. Hansı əsər xatırlatdı? Böyle yazın dəfnamı. Çünki testə düşüb. Bəli, keçən yazdırmışam. Testə qavamıza çıxmışdım. Aşiqin səbirli olub, qovuşacağına inan. Mənim Nativan da Dilbərə dərdi dilimdən. Orada da var idi. Nə qədər? Hər Səbani olur məktublar. O vaxtda sanki bu ədəbiyyatda daha çox klassik ədəbiyyatda, o küləklə xəbər göndərmək. Sabah məsələsi Dəhnamədə də var idi. Hə? Sənan dillə desək, ondaydı. Ümumiyyətlə, bir klassik ədəbiyyatda gül-bülbül məsələsi daha çox dəb olundu. Sonra bir də bu Səbadan, səhər küləyindən. Məsələn, Mirzə Fətəli Axundsaydı da Səbuhi təxəllüsünlə şeirlər yazırdı. Səbuhi nə idi? O da səhər küləyi, səhər mehi. Sanki Sənan demiş, modda olub, o da təxəllüs götürüb onu özlə. Hə, keçdik. Problem nədir? Şeyi xatırladım sizə məni candan usandırdı. Oğlan qızı sevir, amma qızından xoşuz göstərir. Buna cəfa çəkdirə durur. Problem buydu. Bədii xüsusiyyəti. Janrı nədir? Boşlar. Bəli. İnşallah bir də sizə bir şey deyim. Şeirlərin həmişə başdan ayağa əzbərləməsən də, vaxtın olmasa da son bəndini, son beytini mütləq əzbərlə. Qəzəldə beyt, burada bənd. Niyə əzbərlə? Bunu da bezdik biz bu sualdan. Son bənddə şair özünə xitab edib, yoxsa yox? Xitab edib, yoxsa yox? Adı çəkilir, çəkilməli. İndi xitab edib çəkib, yoxsa necə çəkib? Eləcə çəkir, xitab yoxdur. Son bəndləri nəyə öyrənsiniz? Qabanıza nə şey çıxsa son bəndə mütləq əzbərlə. Yoxsa sən bunu yadda saxlaya bilməyəcəksən ki, özünə xitab var, yoxsa yox? 2 şeirini keçirik bugün, ikisində də xitab yoxdur. Adını çəkir, amma xitab yoxdur. Yaxşı? Keçdik. Burada bədii bir ritorik suallar var. Şeir, başdan ayağa ritorik sual. Hansı şeir xatırlatdı sizə? Məni candan usandırdı. Ortaq cəhət kimi götürə bilərəmmi? Götürə bilərəm. Sonra burada bir təzad var. Təzad nədir? Qızın gözəlliyindən aşiqin əhvalı qarşılaşdırılır. Qız çox gözəldir və öz keyfindədir. Nə mənada? Cəmə çətirə durur bu yazığa, üz vermir. Bu da onun dərdindən saralıb solur, heyvaya dönür, pis gündədir, qəm-kədər, dərddən qəmdən yatağa düşür. Aydındır, burada bir təzad var. Və mübaliğədən çox istifadə olunur. Gəlin görək, haradaydı mübaliğələr? Çevirin şeirə. Çevirin şeirə. Hansı şeirlərlə ortaq adları yazdınız mı şeirlərlə adları? Mən bir sözün yerləmiyim, vaxt yaman. Yarısıdır. Onda mən bu yarım saat bunun izahını çəkirəm, videonu göndərib baxarsınız. Mən demədim, mənim hamı deyim. Mən istədim. Davam edəyək. Yol saldıq şaxlarına şagirdlərimizi. Başlayaq şeirə. Demək,
Deyir, Badi Səba, mənim dərd dilimi, o buti zibaya dedin, nə dedi? Ahun aləm asimana yetdin, gərdən eminayə dedin, nə dedi? Demək, burada Badi Səba, yəni səhər yeri. Səhər yerinə müraciət edərək deyir ki, ey Badi Səba, sən deyir mənim dərdimi, sərimi, kədərimi, o buti zibaya deyəndə o nə dedi? Buti ziba burada büt ibadət olunan bir şeydir, yəqin ki bilirsiniz. Bəzi dinlərdə bütə sitayiş edirlər. Məsələn, Budizm dinində bütə sitayiş edirlər. Bu qızı gözəlim artıq ibadət edilən bütə bənzətdir. O buti zibaya dedi, nə dedi mənim halımla? Ah naləmin, fəryadımın deyir, asimana getdi. Biz dedik axı ki, burada mübaliğə var, şişirtmə var. Demək, aşiq o qədər ah nalə çəkir, fəryad edir ki, onun bu fəryadı göyə çatır, göyə qədər gedir çatır. Gərdən mina, gərdən bu boyun hissə deməkdir. Mina büllur deməkdir. O rusca xrustal deyirlər, büllur deməkdir. Yəni qızın güya o qədər gözəldir ki, bu boynu şüşə kimi, büllur kimi par-par yanır. Gərdən minaya dedin, nə dedin? Sanki boynu, ümumiyyətlə ədəbiyyatda ən çox qadının, qızın bu boğaz hissəsinə, boyun hissəsinə daha çox önəm verirlər. Nə qədər uzun olarsa, o qədər daha gözəl olur. İndi buranın yəni şüşədən, billurdan, sanki belə deyim də, sanki boynu billurdandır, bu şəkildə. Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın, onun həsrətindən rəngi ağlımın, döndüyün heyvaya dedi, nə dedi? Bu testlərdə düşmüşdü ki, yəni düzgün fikir, səhv fikir kimi deyir, aşiq yarın eşqindən heyva kimi saralır. Bu düzgün fikirdir. Deyir ki, sən düşüb ayağına sən o zalım. Bax, qızı nə adlandırdı? Qızı zalım adlandırdı. Zalım kimə deyir? Zülm edənə. Sən deyir, o zalımın ayağına döşüyüb, mənim halımın, əhvalımın necə olduğunu ona söylədinmi, ona dedinmi? Sən ona dedinmi ki, sənin həsrətindən rəngim deyir, heyva kimi saralım, heyva kimi sapsarı saralım. Bunu deyir, sən ona deyəndə nə dedi? Yəni, sanki sevgilisinin qarşılığını gözləyir. Eyni situasiya Dəhnamədə də var idi. O Sabaya deyir ki, soruşur ki, sən getdin mənim fikrimi ona çatdırdın. Yar nədir, nə cavab verirsə? Eyni vəziyyət, epizod orada da var, burada da var, oxşar cəhət kimi. Görsəydin, varmı məni bimarə? Nüsxə-i hüsnündə onun bir çarə. Dildə istirabə, təndə buxarə. Sərində sevdaya dedin, nə dedin? Demək, burada nə deyir? Deyir, bəndin izahı belədir. Görsəydin, deyir, sən deyir, məni deyir, xəstə ikən, bimara xəstə deməkdir. Elə bir ki, özünü xəstə adlandırır. Burada nüsxə-i hüsn gözəllik kitabı deməkdir. Hüsn gözəllik nüsxə-i kitab deməkdir. Yəni ki, mən xəstəyə, mənim xəstəliyimin dərdi, çarəsi onun gözəllik kitabındadır. Yəni, mən xəstənin dərmanı onun gözəlliyidir. Gözəllik kitabında qeyd olunur, sanki çarəm oradadır. Dildə istirabə, təndə buxarə. Bu nə deməkdir? Demək, yar iki tərəfli əzab çəkir. Həmin mənə əzab çəkir, həmin fiziki əzab çəkir. Burada dildə istirab, yəni dilimdə, sözündə istirab həsrət çəkmək deməkdir, zülm çəkmək deməkdir. Və eyni zamanda fiziki cəhətdən də bu insan qızdırma içindədir. Təndə buxar, yəni bədənimin istiliyi, bədənimin elə bir ki, eşq qızdırması da belə deyil. Həmin fiziki qızdırması var, fiziki cəhətdən əziyyət çəkir, xəstədir. Həm də dildə, sözdə mənən əzab çəkir. Zülm çəkir. Sonra keçdik, qəm əlindən pay bəstə olduğum, hal pərişan, dil şikəstə olduğum, bəstəri möhlətdə xəstə olduğum, gözləri şəhlaya dedin, nə dedin? Demək, qəm əlindən ayağım bağlıdır deyir. Halım pərişandır, harım deyil, kədərlidir, qəmlidir. Dil şikəstə, dil ümumiyyətlə əvvəllər ədəbiyyatda, klassik ədəbiyyatda da dil könül ürək deməkdir.
deməkdir. Burada da dil şikəstə qəlbi qırıq. Qəlbi qırıq, könlü qırıq deməkdir. Qəm əlimdən deyir, yəni qəm, kədər mənim əlimi qolumu bağlayıb. Ayağı bağlayıb məni. Halım pərişan, yəni qəmli kədərliyəm, könlüm qırıqdır, qəlbi qırıq olmuşam. Bəstər möhnət qəm yatağı deməkdir. Bəstər möhnətdə xəstə oldum. Bu insan artıq yataqlara düşüb, qəm yatağına düşüb. Xəstəlikdən, yəni qızın dərdindən, sevdasından o qədər əzab-əziyyət çəkir. Artıq xəstə düşüb, yatağa düşüb, qəm yatağına düşüb. Gözləri şahla, yəni alagöz. Biz bu misrada görürük ki, sevgilisi alagözüymüş. Gözləri o şəhlaya deyir, məni halımı onu anladanda nə dedi? Sonra, sərasər fələyin, bir də bu arada burada bundan qabaqki bənddə sərimdə sevdaya, sərbaş deməkdir. Yəni, başımda sevdasını gəzdirdiyimə dedim, nə dedim? Sərasər fələyin şəm sumağına, tamam yer üzünün qibləgahına, Zakirin əhvalın xublar şahına, ağlaya-ağlaya dedin, nə dedin? Burada sərasər başdan ayağa deməkdir. Bax, təsəvvür edin, deyir ki, fələyin başdan ayağa büsbütün, ayı da sənsən, günəşi də. Şəms, mah, şəms günəşdir, mah da ay deməkdir. Demək, gözəli nə anlamır? Gözəli fələyin günəşi, fələyin ayı. Tamam yeryüzünün qibləgahı. Adətən qibləgah Kəbədir, qibləgah Kəbəni götürür. Amma bu öz qibləgahı yarını adlandırır. Yəni, qız bunun üçün qibləgahdır. Zakirin əhvalını görürsünüz, burada özünə xitab eləmədi, bədii xitab yoxdur. Zakirin əhvalın xublar şahı, xublar şahı gözəllər şahı, yaxşılar şahı deməkdir. Ağlaya-ağlaya dedin, nə dedin? Sən deyir, ağlaya-ağlaya ona deyəndə ki, kimə ona deyəndə, yəni fələyin ayına, günəşinə, yeryüzünün qibləgahına, o xublar şahına, Zakirin əhvalını deyəndə, o sənə nə dedi cavab olaraq? Burada təsvirə düşür ki, şeirdə şair qızı nə adlandırıb? Qızı zalım adlandırdı. Bu bir, yəni bu düzgün fikirdir. İkinci bənddə görürük biz bunu. Dəqiqə uşaqlara deyim, sakit olsunlar. Davam eləyək. Yaxşı. Demək, burada qızı yarın adlandırır, düzgün fikir kimi götürərsiniz. Zalım adlandırdı bir, büt adlandırdı. Bu büt ziba. Büt ziba bu iki. Sonra nə dedim? Bunları da bayaq dedim də. Ayı, günəşi, qibləgahı, xublar şahı və s. Bunları düzgün fikir götürərsiniz. Keçdik ikinci şeir Durnalar şeirinə. Bu ictimai mövzudadır. Bayaqki şeirimiz məhəbbət mövzudadır. Bu ictimai mövzudadır. Ortaq cəhətdən götürə bilərik ki, hər ikisi 5 bənddən ibarətdir. Hər ikisi hecə vəzində yazılıb. Aşıq şeiri janrında yazılıb və janrları eyni də qoşmadır. Burada mövzu vətən həsrətidir. Amma tək vətən həsrəti deyil. Burada həm yarın həsrəti də var, həm də mətnaltı mənalar da var. İdeası nədir? Lirik qəhrəmanın vətən həsrətindən doğan kədəri. Düzdür, yarın həsrətini də çəkir, amma vətən həsrəti daha çoxdur. Problem nədir? Lirik qəhrəmanın doğma yerdən uzaq düşməsi. Doğma yer deyərkən burada Şuşanı nəzərdə tutur, Qarabağ nəzərdə tutur. Sürgün olunduğu yer Bakıdadır. Bu şeiri Bakıda sürgündəykən yazıb. Ona görə deyirik ki, doğma yerinin, yəni Şuşadan Bakıya, düzdür, Bakı da Azərbaycanda, amma belə deyim, vətən hər kəs üçün doğduğu yerdən başlayır. Bunu nəzərə alsaq, Bakıda olsa belə, Bakıda həbsdədir, sürgündədir. Ona görə Şuşasının, vətəninin həsrətini çəkir. Qoşma janrındadır, 5 bənddən ibarətdir, Durnalara müraciətlə yazılıb. Burada hər iki şeirdə, həm Durnalar şeirində, həm də Badi Sabah şeirində rədif var. Və Durnalar şeiri rədiflə adlanıb. Badi Sabah mənim dərdi dilimi, bu şeirin iki adı var. Birinci misrayla adlandırırıq. Bir də nə dedin rədifli qoşma deyirik. Zakirin nə dedi? Dedin, nə dedi? Nə dedi? Bax, bu rədiflə də adlanır, ha, bu qoşma. Yəni, iki adı var, belə deyim də. Sonra, əsərin adı onun rədifinə görə verilir, bunu izah elədim. Şair sonunda adını işlədir, amma özünə xitab eləmir. İki şeirin, ikisində də özünə xitab yoxdur, müraciət yoxdur. Baxaq, bir
saat havada qanad saxlayıb, nizam ilə gedən qoşa durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz? Qaqqıldaşa durnalar. Ümumiyyətlə, durnalar adətən qəriblik simvolu kimi ədəbiyyatda işlənmiş şeylərdə. Bilirsiniz ki, durna vaxtı gələndə vətəni tərk etmək məcburiyyətində qalır və sonra havalar sinəndə geri qayıdır. İndi burada da Zakir Bakıda sürgündə deyim, belə başının üstünə baxır ki, durnaların səsi gəlir, başını qaldırır, baxır və durnalara xitab edərək bu şeiri yazır. O durnalardan gəlin görək indi nə xahiş edir, nə istəyir. Bircə saat dedi, havada qanad saxlayın, durun, görün nə deyirəm, məni dinləyin. Nizam ilə gedən, məlum məsələdə durna qatarı həmişə nizam xüsusi cərgə ilə gedir, nizamla gedir. Xəbər alır ki, hardan gəlirsiniz, qatarlaşıb nə diyardan gəlirsiniz, qaqqıldaşa durnalar. Birinci qanad saxlayıb saxlamalarını istədi və xəbər alır onlardan ki, siz hansı diyardan gəlib, hardan gəlib, hara gedirsiniz. İkinci, mən sevmişəm onun alagözünü, nəsib ola bir də görəm üzünü. Yoxsa danışırsınız dilbər sözünü, veribsiniz nə baş-başa durnalar. Baxın, durnaların bu bənddə görürsünüz, mən ilk əvvəldə vurguladım axı ki, təkcə vətən həsrəti yoxdur. Bu bənddə görürük ki, o başqa şey bənddə də var, bunu o bir bənddə də olmalıdır. Mən sevmişəm bu, nəsib ola bir də görə özünü. Bax, burada bu ilk iki misrada biz nə görürük? Aşiq yarının üzünü görmək üçün səbirsizlənir. Və Allahdan sanki istəyir ki, kəşki nəsib ola, onun üzünü bir də görəm. Özdə ən çox nəyinə vurulub, ən çox nəyinə aşıq olub? Ala gözünə. Badi Səbada da, orada da deyir, şəhla gözlü. Demək ki, həqiqətən də şairin sevdiyi ala göz imiş. Çünki bunu artıq ikinci şeirdəki vurğulayır ala göz olmağını. Orada şəhla gözlü dedi, orada da ala göz. Mən sevmişəm onun ala gözü, nəsib ola bir də görür üzünü. Üzünü görməyə arzulayır. Demək, yarının həsrətini çəkir ki, canan həsrəti çəkir ki, onun üzünü görmək istəyir də. Və durnalarla qatarlaşıb getməyini nəyə bənzədir? Yoxsa siz baş-başa verib deyir, dilbər sözünü mü danışırsınız? Mən yarının sözünün söhbətini mi danışırsınız? Diyar-ı qürbətdə müddət divaram, gecə-gündüz canan deyib ağlaram, mən də sizin kimi qərib üzaram, eyləməyin məndən haşa, durnalar. Burada özünü durnaya da bənzətdi. Durna ilə ortaq cəhət kimi özünü nə götürdü? Siz də qəribsiz, mən də qəribəm. Siz də həsrət çəkirsiniz, mən də həsrət çəkirəm. Bax, birinci misrada diyar-ı qürbətdə müddət divaram. Biz burada görürük ki, artıq o xeyli müddətdir ki, Bakıda var. Xeyli müddətdir. Və gecə-gündüz canan deyib bağlaram, bu artıq ikinci dəfə vurğuluyuruq ki, o yarının həsrətini çəkir. Burada qadın, canan həsrəti də var. O birisini də izah elədim, mən də sizin kimi qərib üzaram, haşa uzaq durmaq deməkdir. Yəni, eyləməyin məndən haşa durnalar. Məndən uzaq düşməyin, məndən uzaqlaşmayın durnalar. İndi növbəti bənddə bir mətnaltı məna var, diqqətli olaq. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Baxın, Laçın yatağı deyərkən söhbət gedir Çar rejimindən. Oranı, bax, o düşdüyü yeri nə adlandırdı? Laçın yatağı. Laçın bilirsiniz ki, alıcı, yırtıcı quşdur. Sanki bu Çar hakimiyyətini, o da eynəndə zalimcasına yırtıcı, alıcı quşdur. Çarizm rejimini Laçın yatağına bənzətdi və durnalardan xahiş edir ki, buradan yavaş-yavaş keçin, səsinizi anlayarlar. Qorxuram ki, necə ki, mənim ailəm, nizam-intizamım, həyatım dağıldı, sizin də sürbəniz pozular. Sürbə, yəni o durnaların o qatarlaşıb, dedək ki, nizamla qatarlaşıb nədir, yardan gəlirsiniz. Yəni, əslində bizim nə demək istəyir? Sakitcə çıxın, gedin buradan deyir. Necə ki, mənim nizam-intizamım, həyatım, həyat tərzim dağıldı, düzənim, sürbəm dağıldı, sakitcə gedin, səsinizi eşidərlər, sizin də sürbənizi dağıdarlar. Bu şəkildə. Sürbəniz dağılıb, çaşa durmalar. Zakirəm, ot tutub alışdı ciyər, var isə canandan sizdə bir xəbər. Təğafül etməyin, Allahı sevər. Dönməsin bağınız daşa, durmalar. Bax, burada yalvarır artıq Allahı sevər. Yəni, Allah xətrinə demək istəyir sanki. Zakirəm, ot tutub alışır ciyər. Yəni, artıq şair dözmür.
ciyara alışıb yanır. Niyə? Cananından xəbər istəyir. Bax, hər yerdən məlumatı yox, halal qəsi kəsilir. Durnalardan xəbər alır, Cananından artıq 3-cü dəfədir ki, Cananın adını çəkir, onun həsrətini çəkdiyini vurğulayır. Cananından xəbər istəyir və təğafül etməyin, təğafül etməkdir, qafillik eləməyin deyir, Allahı sevər. Qafil, yəni xəbərsiz bir xəbər, dünyadan bir xəbər deməkdir. Yəni özünüzü məlumatsız, xəbərsiz kimi göstərməyin, qafillik eləməyin, Allah xətrinə deyir. Canandan bir sizə xəbər varsa, mənə deyin o, mənə məlumat verin. Və dönməsin bağrınız daşa durnalar. Sonda da durnalara bir dua alqış edir. Bu durnalar adında təkcə Zakir yazmayıb, ortaq cəhət kimi götürə bilərik. Eyni adlı şeiri var, Qasım bəy Zakirin, Molla Pənah Vaqifin, bir də Molla Vəli Vidadinin. Bu üçü, təkrar edirəm, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Molla Vəli Vidadi. Hər üçünün durnalar adlı şeiri var. Sonra burada həm vətən həsrəti dedim, həm də ki, gizliniyyətlər də var. O Laçın yatağıdır bizim məkanlar deyərkən. Canan həsrəti var. Belə, qalan hamısını məncə izahını verdim.